Herkese salamlar, xoş gördük. Bugün sizlərə məktəblə bağlı çəkdiyim videoları paylaşacağım. Mənim yaşadığım şəhərdə oxuduğum peşə təhsili üzrə məktəb olmadığı üçün mən məcburam ki, başqa bir şəhərə gedim və həmin şəhər mənim şəhərimdən 3 saat yarım, bəzən 4 saat, yəni qatarların gecikməsindən falan baxır. Ona görə də vəşlərimi hazırlayıram və ondan sonra yola düşəcəm. Bagajımı təmiz yığıram. Birinci gündən 5-ci günə kimi orada qalıram. Ondan sonra 5-ci gün məktəbdən sonra təzədən geri qayıdıram. 6 bazar evdə olub, əgər yenidən gələn həftə dərsim varsa yenə bazar günü axşam artıq yola çıxıram. Bye. Yol gedirəm, buna Andrabacı yollardır beləcə. Bu gecə-gecə buna yollardır. Buradan indi aradan zatdan keçməliyəm. Heç də sevmirəm mən belə yolları. Çox kinolara baxmaqdandır. Bu ara yollarda gedəndə özümü çox narahat hiss edirəm. Məndən qabaqdakılar da çıxırlar, getdilər tez-tez. Nəysə, mən də yavaş-yavaş gedim. Sapıq makıq çıxmağa qabağımda. Burada kimsə yaşayır. Heç hoşuma gəlmədi bu yol. Gələn dəfə başqa bir yer tapacam. Bizimkilər bir qabaqda keçinlər var, arxasından yedim bunlar. Və sonunda məktəbin yataqxanasına gəlib çata bildim. Açarımızı da götürdük. Bu arada açarı götürmək üçün 10 euro depozit kimi orada qoymalısınız. 5-ci gün səhər hər şeyi təmiz şəkildə qoyub açar təhvil versiniz və 10 evronu təzədən geri alırsınız. İndi də necə qapını aça bilmirəm, onu görəcəksiniz. Qapını nə qədər zorlasam da aça bilmirdim həqiqətən. Çox zorlandım, amma sonunda aça bildim. Məndəki bəsin anasına qolunda mən. Конечно. Ben bu şeyler var mı sen? Ne ciddi? Ya bu seni bilen. Burada kilsədir. Kilsəsi. İndi 20 dəqiqəlik ayaqla yeriyəcəm. Buradan çıxıb burada şəhərdir. Buradan qabağa 20 dəqiqə tam olaraq yeriməliyəm. Ondan sonra da ünvana çatacaq. Deməli, məktəbdəyəm və başqasına gəlib. Məktəbdə bir dənə oğlan var, Gürcüstanlıdır. Mən də bu günlər dedim ki, yenə yeməkdən falan söhbət edik. Dedi, bəs mən bu günləri, ay, fiş bas. Nəysə, dedi ki, mən bu günləri Gürcü xəngələ eləyəcəm, gəl yeyək. İndi gedirəm, ondan Gürcü xəngəl yeməyə. Ümid edirəm ki, xəngəl hazırdır, amma hazır deyilsə yemin kimi eləyəcəm. Görək nələr eləyib. Kuxnamızı göstərək. Belədirsə bir dənə kuxnadır. Burada kimsə pizza pişirir. Burada hər şey var, axtarıb hər şey tapa bilərsiniz. Burada da beşləri yığıblar. Burada bolucu alma ağacları var. Hər tərəfdə. Biri oradadır, biri buradadır. Biri də oradadır. Qabağa gələn bir dənə də buradadır. İndi başa düşürəm ki, almanlar bu qədər alma yeyirlər, yəni alma ağacları var.
Mən sevmədiyim üçün çox da deyiləməyəcəm. Amma bizdə olsa beləcə küçədə əminəm ki, hamısını yığıb aparardılar. Yine geldik zorlanmış başka yere. Nasıl ki? Geçenler her gün çıkacağım. Mezunum olacağım. Orası 1. mərtəbə sayılır. Ondan sonra yine kalkırsınız. Olur 2. mərtəbə. Almanya'daki mərtəbə sistemi məni öldürəcək. Burası 2. mərtəbə. Sırf perçanları çıkmamak için bugün temizleyiləcəyik. Ancaq yaşında keçin, uşaqlara örnek olun. Hayatımda ilk defa Subway'e gelmişim. Ağzıma geleni bastım. Ümid edirəm ki, içindən yaxşı bir şey çıxacaq. Deməli, sifarişimi götürdüm. Belə bir axmaq kombinasyon elədim. Ümid edirəm ki, dadı yaxşı olacaq. Çünki bilmirəm necə dadır. Bu arada 13.94 ödəmişəm. Belə cipsim var, acılı. Bir də yeməyim. Bu arada mən həyatımda 1-ci dəfədir Subway yeyirəm. Hələ vaxta kimi yeməmişəm. Heç olmamışam belə. Dadına baxacaq. Yəni perfect deyil. Ama pis də dadmır. Yemək olar. Bence mən kombinasiyanı çox yaxşı eləmədim. Amma yaxşıdır. Yemək olar. Bence verdiğim ödediğim pul biraz çoktu buna göre. Ama yemeğe değer. Şimdi de biraz ders edirəm. Zarafatsız yani 26 yaşım var. Artık ders oxumaq kimi həvəsim yoxdur. Artıq çox bezmişəm oxumaqdan. Sadəcə bu axıncı ili yola verib, imtahanı verib keçmək istəyirəm. Bu qədər şey olar. Buna bax. Belə kağızları da verirlər bizə. Neyse Almanya işləri. Və belə. Bu qədər şey olar. Etik kimə lazımdır? Heç kimə lazım deyil bu. Bu qədər yaz, elə. Nə bilim. Ausbildingdən gəlirsinizsə, oxumaqları gözə alın ki, bax bunlar hamısını oxuyacaqsınız. Bizdə də veşləri yığırsınız. Otağı təmizlədim kül kimi. Sonra veşləri də yığıb sabah çıxıb gedirəm.
Bu günləri də götürürük. Başlıq edirik. Gülləri atırıq. Mənim həftəlik məktəb günlərim belə qurtarır. Video biraz qarışıq ola bilər, çünki hər şeydən xırda-xırda yığmışam. Baxdığınız üçün təşəkkür edirəm, minnətdaram. Məni izləməyənlər izləsəz sevinərəm. Özünüzdən müayət olun. Sağ olun.